Ötən illərin blok imtahanında istifadə olunmuş 2 suala baxırıq. Sasanilər dövründə olan əsas vergilər. Sasanilər dövründə 2 əsas vergi olubdur. Xaraq və gezit. Xaraq torpaqdan istifadəyə görə alınan məhsul vergisidir. Gezit isə can vergisidir. Cavab C variantı. 9-10-cu əsrlərdə Şirvanşahlar dövlətini özlərindən asılı vəziyyətə salmışdılar. Burada adları qeyd olunan dövlətlərdən Salarilər, Sacilər və Səlcuqlar bütün Azərbaycan torpaqlarını özlərindən asılı vəziyyətə salmağı bacarıbdılar. Şirvanşahlar dövləti də Azərbaycan torpaqlarında yerləşdiyinə görə hər üç dövlətdən asılı vəziyyətə düşübdür. Lakin biz burada 9-10-cu əsrlərə baxdığımıza görə Səlcuqları götürməyəcəyik. Çünki Şirvanşahlar 1066-cı ildə 11-ci əsrdə Səlcuqlardan asılı vəziyyətə düşübdür. Cavabımız E variantı. Əgər onlayn dərslərimizə iştirak etmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Qeyd edim ki, ilk dərsimiz sınaq dərsi olur və tam ödənişsizdir. Dərsə davam etmək istəyirsinizsə, bu zaman dərslərin aylıq ödəniş qiyməti 20 manatdır. Dərs zamanı mövzuların izahı, müxtəlif tipli testlərin işlədilməsi, eyni zamanda xəritə üzərində işləmək texnikaları, situasiya tipli sualların işlədilməsi qaydaları, bunların hər birisi öyrədilir. Bundan başqa bir neçə mövzudan bir sınaqların işlədilməsi, aylıq sınaqlar da təşkil olunur.